Ölkəmizdə hərbi xidmətlə bağlı qanunvericilikdə vaxtaşırı dəyişikliklər edilir. Belə dəyişikliklərdən biri də ailənin tək oğlunun həqiqi hərbi xidmətə çağırılması məsələsidir. Ancaq bu məsələyə ictimai münasibətlərdə birmənalı deyil. Ailənin tək oğul övladının xüsusilə də hərbi xidmət zamanı həlak olması və ya şəhid olması ailə üçün iki qat ağır olur. Ancaq nəzərə almaq lazımdır ki, hər kəsin vətən qarşısında borcu eynidir. Bəs evin tək oğlu hansı hallarda əskərliyə aparılır? Ümumiyyətlə, evin tək oğlu hansı hallarda həqiqi hərbi xidmətə çağırılmaya bilər? Bu barədə qanunvericilikdə hansı istisnalar var? Mövzu ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli referansla açıqlamasında deyib ki, hal-hazırda qanunvericilikdə evin tək övladları ilə bağlı heç bir güzəşt nəzərdə tutulmur. Yəni, ailənin tək övladı hərbi xidmətə çoxuşaqlı ailələrdə olduğu kimi eyni qaydada necə çağırılırsa elə çağırılır. Onlar üçün ayrıca güzəşt imtiyaz nəzərdə tutulmayıb. Ekspert onu da qeyd edib ki, bu çox ciddi ailə institutlarından gələn problemlərin sırasındadır. Tutaq ki, mən təhsil işçisiyəm, dərs dediyim uşaqların demək olar ki, 80% ailənin tək övladıdır. Yəni, ola bilsin, bir-iki bacısı var, ancaq özü tək oğlandır. Elə ailələr var ki, ümumiyyətlə tək övladdır. Yəni, ailədə tək oğlanların sayı başqaları ilə nisbətdə mütləq əksəriyyəti təşkil edir. Mütəxəssisin qənaətinə görə Azərbaycanda demək olar ki, 70% oğlan evin tək övladıdır. Belə güzəşt olarsa, hərbi xidmətə çağırılma sayı 70% ixtisara düşər. Ümumiyyətlə, real olmaq lazımdır. Həm də bu məsələ haqqında danışarkən ehtiyatlı davranmaq lazımdır. Əgər biz hazırki dövrdə evin tək övladları üçün hərbi xidmətlə bağlı güzəştə getək, artıq bu real görünür. Gəlin vəziyyətdən praktik olaraq çıxış edək. Ailə institutları bu mövzu ilə bağlı müəyyən addımlar atmalıdırlar. Misal üçün, ailələrə güzəştlərin edilməsi, çoxuşaqlı ailələrə bu və digər bir şəkildə imtiyazların verilməsi, uşaq pullarının ödənilməsi və bütün bunlar zərurətə çevirməkdədir. Ekspert onu da xatırladıb ki, bizim 44 günlük savaşda iştirak edən əskərlərimizin də mütləq əksəriyyəti evin tək övladları idi. Əlbəttə, bu bir ailə üçün böyük bir itkidir. Evin tək oğlunun itkisi nəslin kəsilməyi deməkdir. Buna görə də ailə institutları bu məsələyə ciddi yanaşmalıdırlar. Bugün biz desək ki, evin tək oğlu hərbi xidmətdən qalsın, o vaxt ordu komplektasiyasında səfərbərlik məsələlərində problemlər yaranacaq. Real vəziyyətdən çıxış edəndə bu mümkün deyil. Ailələrin daha çox övlada sahib olması stimullaşdırılmalıdır, deyə ekspert əlavə edib.